Bəli dostlar, bax bu hadisələr ki səhnədə cərəyan eləyir, onlar biri-birindən maraqlıdır və bir məqamı mən sizə qeyd edeyim. Nə qədər maraqlı olsalar, nə qədər təəccüblü olsalar, nə qədər bu sözlər dillər əzbərinə çevrilsələr də, bizim bir obrazımız var ki, bu 26 ildə nələr dəyişmədi, kimlər gəlib keçmədi bu səhnədən, hansı parodiyalar, hansı təqlidlər olmadı, amma bir tək o dəyişilməz olaraq qalır. Geyimindən, tərzindən, təqdimatından tutmuş bu səhnədəki çıxışına qədər. Bu şəhərdə toy və onun əvəz olunmaz tamadası Sirtuş çöl çəmənli gəlir görüşünüzə. Yetimler, Sungayt Ağrı'daydınız. Toy tutmuştunuz. Selamünaleyküm, hoş gördük sizleri. Gelen ayaklarınız var olsun, el çalan elleriniz var olsun. Böyle güzel toy şenliklerinden cemi subaylara kısmet olsun. Amin diyen diller var olsun, demeyenler lal olsun. Sağolun, nətərsiniz? Ben sizler için çok darıxmıştım. Yəqin ki sizler de bir balaca olsa da mənim için darıxmışsınız. Bir tuş ver görüm. Həmişəki kimi sizin görüşünüzə qucaq dolu duzlu məzəli əhvalatlarından gəlmişəm. Onlardan bir neçəsini birazdan sizə təqdim edəcəm. Amma indi gəlin vaxtı uzatmadan bizim məclisin birinci qonağını dəvət eləyək. Deməli, gəlin bacının dost doğma xalasıdır. Alqışlarınızla xalıyı biz bura dəvət eləyək. Buyurun. Selamünaleyküm, hoş gelmişsiniz. Çok sağ Buyurun, olun, çok tebrik sağ olun. edeyim. Ben beyimizi geldi, bizi tebrik ediyorum. Valla 10 dakika vaxt tapdım ki gelin burada tebrikimi edeyim dedim. Çünkü işteyim. Harda? Ben vağzalda qatarları tənzimləyəndən. Ona göre bak indi online'da ben onları Buyurun, idare buyurun edirəm. hanım, buyurun, problem yoktu, buyurun. Üzr istəyirəm. Bakıdan Gəncəyə gedən qatar 3. platforma 2. yoldan yola düşür. Çok üzr Buyurun, istəyirəm. problem yok. Çok üzr istəyirəm. Önemli bir işti. Qazaxdan Bakıya gedən qatar 4. platforma 1. yolda yola düşür. Hanım, uşağınızı oradan götürün. Reisin üstünden uşağınızı götürün. Hanım, gelsen küçüğü veya dur da götür indi qatar gelip basacak onu. Hakan, toy değil. Çok üzr istəyirəm. Bunlardan başqa cür mümkün deyil. Deməlimlə təbrik edirəm. Bəyimizi üzr istəyirəm. Alo, hə. Dolabdadır. Açar dolabdadır, hə. Oldu, sağ ol. Evdən çıxanda ayaq yolunu bağlayıram, qapısını, qoyuram dolaba. Mən əvvəl qatarda provadnitsa işləmişəm, bələdçi. Ona görə qalıb beynimdə. Hər dəfə evdən bayra çıxanda qapını bağlayıb açarı qoyuram dolaba, ayaq yolunu. Yadıma geldi hanım. Bir 20 il bundan qabaq mən də qatarda gedib gəlmişəm. Yəqin qatarda gedib gələnlər yadınızda qalıb da yəqin. Varsa bir ürəkdən alqışlayın, o günləri yada salın. Deməli, yadıma düşür, hər dayanacaqda, hər stansiyada provadnitsalar qaçıb tuvaletin qapısını tez bağlayırlar ki, heç tuvaletə getməsin. Hamısı yadımdadır, hamısı yadımdadır. Ümumiyyətlə. Hanım, o vaxtdan bu vaxtdan nə dəyişilib? Qatarlarda, vağzalda? Deməli, çox şey dəyişib. Əvvəl sigaret çəkərdilər, indi TikTok çəkirlər. Əvvəl abırhəyə var idi, indi internet var.
Bəli, bu internet nəinki qatarlara bizim bütün həyatımıza girdi, Abırhayanı aradan apardı. Neyniyək? Əvvəllər Bakıdan minərdik qatara. Üzü Moskva, Tümen, Kiyev. Yadıma gəldi. Siz məni hara apardınız? Gədə, gəlin görün bura. Gəlin, bizim restoranın işçilərdir. Gəlin bura görün. Gəlin də bura tez gəlin. Mən tələsirəm bu. Bax, elə bil ki, bu sastavdır, qatar. Bu lokomotivdir. Çıxdıq buradan Moskvaya, getdik, Dudut, Bakı, Sumqayıt, Yalama, Dərbənd, oradan getdik Minvod, oradan getdik Rostov, oradan da Moskva. Çatdıq. Qaydan da Moskva, gəlin də Moskva, Rostov, Minvod, Bakı, Yalama, Sumqayıt. Vəssalam, Sumqayıt Bakı, Sumqayıt Bakı. Amma belə bir şey vardı, gəlib o tərəfdən zada çatanda Yalamaya, o tərəfdən. Bəli. Zad, nədir o? Deməli, nə qarıdılar? Paşkanı çıxart, o Rusiyada qazandığın paşkanın birini çıxart. Ay, sonra. Bunun birini verirlər Rusiya tərəfdə, Tamojniya sərhədə. İkinci paşkanı çıxart. Bunu keçirdilər bizim tərəfdə verirdilər. Sən də onu çıxart. Rusiyyada qazandığın üçünüz arasında bölərsiniz. Bu o vaxtları idi. O vaxtları idi. İndi getdik. Bakı, Tbilisi. Getdik. Belə idi. Ay, sağ. Ay, sol. Bax, buradan getdik. Bakı, Sumqayıt. Oradan Aksafa. Oradan Böyükəsik. Qardavani, Tiflis. 7 yandılar ki burada. Nətər getsinlər, quru yollar bağlı da. Doğrudan. Birdən o Borçalıda kimisə toyu, yası var. Mütləq getməlidir. Onun şəxsi problemidir. Həmən o paşkadan $500 versin, manat. Samolyota bilet alsın, geçsin birbaşa 500 manata. Yasın toyun yola versin, 1000 manata da oradan bura alsın, uçsun gelsin. Uçtunuz evde. Gettiniz. Bak indi vəziyyət belədir. Çox gözəl xırdalandınız. Bəli. Sirtuş müəllim, mən üzr istəyirəm. Bəlkə də yeri deyil. Bizim Rəis Vüsal müəllimin bugün doğum günüdür. Mən istərdim ki, bax bu gözəl gündə onu təbrik eləyəsiniz. Əla, yaxşı. Eşidir Vüsal müəllim, sizi. doğum günü mübarək. Böyük oğlan olasan, can sağlığı. Elə yox. Bizim stildə xahiş edirəm. Bildim. O kalonkada sizi eşidəcək. Hörmətli Vüsal müəllim, sizi 3-cü platforma 2-ci yoldan doğum gününüzü təbrik edirəm. Sizə can sağlığı, özünü biraz Əla, çox sağ olun, minnətdaram. Buyurun. Minnətdaram. İndi buyurun, siz təbrik eləyin, da çıxın gedin. Vaxtım daralır, mən də təbrik eləyirəm. Bacımı təbrik eləyirəm, bacı qızını, gəlinimizi təbrik eləyirəm. Qızım, sən necə ki, hələ qaynata, qaynana, baldız, qayın hamısından yaşayırsan, sənin həyatın elə bil ki, plaskartdır. Bax, gələcək, olacaq evin kupe. Sonra, kupe olandan sonra, kupe necə olacaq da, baldız ərə gedəcək. Qaynana, qaynata, hansısa stansiyalarda düşəcəklər. Olacaqsan kupe, kupe nədir? SV. Mən bəyimizə onu arzulayıram ki, heç vaxt stop kranı, qatarın stop kranını çəkməsin. Çünki stop kranı çəkdi, onu işə salmaq, yəni ailə qatarını işə salmaq çox çətindir. Mən sizin simanızda təzə evlənənlərə, vağzaldan dolu vağzala, vağzalı dolu həyat arzulayıram. Və arzu eləyirəm ki, bacı, ağlama, sənin qızın ərinə lokomotivə qoşulub gedir. Sən də onun dalınca baxma. Baxma. El aldı senden gitti bu qatar. Günde 5-10 senge ümidin kaldı. Qaynana yanında olacak qatar. Baldızla depoda kalacak qatar.
Her gün telefonla gıybet edersen, videoyla sen yığıp onu öpersen, uşağı olanda 40 gün görersen, yakın bu sözlerim yadında kaldı. Bakma, bu kadarın dalınca bakma, gözlerini yorunca bakma, 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 bu kadarın dalınca bakma, gözlerini yorunca bakma, bakma. Saxlayın canım, mən oxuyacağım. Gel görmə oradan bir dənə. Bayaq dedim ki, görüşünüzdə duzlu məzəli əhvalatlarla gəlmişəm. İndi onlardan bir neçəsini sizə təqdim edəcəm. Bilirsiniz ki, mən həmişə xalqın içində oluram, müşahidələr aparıram. İndi apardığım müşahidələr, mən baxmışam ki, bu yalnız Azərbaycanda baş verir. Elə ona görə də adını belə qoymuşam. Yalnız Azərbaycanda. Məsələn, yalnız Azərbaycanda əgər arvadına axırıncı model iPhone alırsa, deməli arvadının qabağında nəsə zibil işi var. Belə altdan gülməyin, onsuz da çoxunuzda alınıb o iPhone-dan. Yalnız Azərbaycanda kişi arvadının burun əməliyyatına verdiyi pulu imkan tapan kimi arvadının burnundan tökür. Kimi dəlçələr? Hədləri xan, xoş gəlirsiniz. Yalnız Azərbaycanda evə qonaqlar gələndə deyirlər ki, narahat olmayın, bir stakan çay içib yedirik. Deyəndən sonra evdəki bütün ərzağı eşşək kimi yeyib sonra çıxıb gedirlər. Yalnız Azərbaycanda arvadlar toyda gəlinin hansı heyvana oxşadığını dəqiq bilirlər. Fikir verimizdə it oxşuyur, nə bilim, inəyə oxşuyur, nəyə. Yalnız Azərbaycanda kişi evdə arvadının yeməyini yemirsə, arvad ondan soruşa bilər ki, yenə hansı cəhənnəmdə zəhərlənibsən? Altdan gülənləri çox eşidirəm. Yəni, gəlin bu altdan gülənləri bir alqışlayaq ürəkdən. Yalnız Azərbaycanda, bax bunu mən bilirəm ki, əksəriyyətiniz əl çalacaqsınız. Baxmayaraq ki, qadın, kişi. Yalnız Azərbaycanda adam maşını yuduzduran kimi yağış yağır. Sənin üçün Lüboyo proqnoz saytlara baxırsan, görürsən ki, bir illik yağış yoxdur. Elə Moykadan çıxıb bilmirsən, Moyşik cadu elətdirir, nədir? Yalnız Azərbaycanda arvadlar dəqiq bilirlər ki, bu bəyin neçənci toyudur. Yalnız Azərbaycanda arvadın toy günü bərbərə verdiyi pul, kişinin axşam toya yazdıracağı puldan çox olur. Kim idi o qəşək güldü? Bax, xoşuma gəldi. Yalnız Azərbaycanda öz baldızının toyunda gəlin proqnoz verə bilər ki, bunlar haçan boşanacaqlar. Yalnız Azərbaycanda arvad ərinin puluna, ərinin ad gününə hədiyyə alır. Və verəndə də deyir ki, sənə sürprizim var. Halbuki kişi kartdan gələn mesajdan görüb ki, bu sürpriz 150 manata başa gəlib. Yalnız Azərbaycanda arvad liftə girəndə, harasa tələsik gedəndə, arvad deyir, o liftin qapısını saxla, telefon evdə qaldı. Qardaş, ürəklə əl çal. 15 dəqiqədən sonra qayıdıb gəlir, deyir ki, kişinin də özünə baxmır. Hə, bırak qapını, bırak, akasa sunkadaymış telefon. Yalnız Azərbaycanda 6 saat kişi hansızda bir toyda oturub heyvan kimi yeyib içəndən sonra evə gəlir, deyir ki, yeməyə nə var, acından ölürəm. Bunu bilmədim, arvadlar əl çaldı, yoxsa kişilər əl çaldı. Başa düşdüm. Yalnız Azərbaycanda kişi 5 dəqiqə vaxt tapıb anası ilə, telefonla danışanda arvadın yadına düşür ki, evləri pulu soslamaq lazımdır. Bunu qaynana əlindən yalanlar güldülər hamısı.
Yalnız Azərbaycanda kişi evə aldığı qarpız ağ çıxarsa, arvadı onu fərsiz, əfəl, bacarıqsız, işə yaramaz, lox və hətta vətən xaini elan edə bilər. Yalnız Azərbaycanda arvadın qızdırması 37 olanda dərman içir, evə həkim gəlir, sistem qoşulur. Kişinin qızdırması hətta 40'ı keçəndə arvad deyir ki, boş şeydir, zoğallı çay verəcəm, iç keçəcək. Yalnız Azərbaycanda sətəlcəm, ürək ağrısı, meningit, böyrək sancısı, revmatizm, beldə qrija, gözdə mirvari suyu olanda arvad deyir ki, narahat olma, uzan belinə banka salacağım, keçəcəyimiz. Yalnız Azərbaycanda arvada deyə bilər ki, toya tez gedək ki, kürəyi cəmaata oturmayaq, oynayanlara baxaq. Yalnız Azərbaycanda kişi axşamki toya artıq səhər hazır vəziyyətdə geyinib, keçinib, kostyumla evə gəlir ki, xanımını götürüb işə getsin. Arvad reski zəng gelir ki, kalqotkam süzülüb, ma kalqotkal gətir. Onun dalsı var. Kişi kostyumda, qalstukda geri mağazinə deyir, bana 4D kalkotka verir. Özündən də soruşanda nətər oldu? Dırnağım ilişdi, süzüldü. Mənim burada maraqlandıran başqa şeydir. Amerikan kinolarına hamısı baxmışsınız. Bankı, 3-4 bankı bir dəfiyə, bir kalkotka ilə başında, bir kalkotka ilə bankı aparırlar. Bir dənə süzüntü olmur o kalkotkada. İçindən güllə keçir, nə bilim partnerin yanında, yaloya düşür. Amma yox, kalkotka. Bizim kadınlarda bu kalkotka nətər dözmür, onu mən bilmirəm. Yalnız Azərbaycanda kişi kondisioneri qoşanda evin hansı nöqtəsindən asılı olmayaraq arvad deyir, onu söndürüb təpəmə vurur. Və yalnız Azərbaycanda kişi evə gəlir, deyir, acından ölürəm. Arvad deyir, heç nə pişirməmişəm. Və heç nə pişirməmişəm deyəndən sonra stola 3 növ yemək qoyur. Eşq olsun, eşq olsun. Bu mənim pis yaxşı müşahidələrim idi. İndi mən bir müğənnini sizə təqdim eləmək istəyirəm. Populyardır. Artıq reaksiya gəldi, bildim. Xanımdır. Çox populyar xanımdır. Belə, kimdəsə bir etimad var, hansı xanımdır, kimdir? Siz lap əməlli başlı onu pərəstişkarımışsınız ki. Halal sizə, halaldır. Gəlin alqışlarınızla Kəmalə Günəşlini dəvət eləyək. Buyurun. Nigula xanım, bugün 14 toydayıq. Koordinatlar səndə doğaz. Bu toyda deməli bir kuplet, bir nəqarət oxuyuruq, basırıq bayra. Eşitdin, obursulara çatmaq üçün. Eşitdin, Nigula xanım. Az dillən də. Mən elə bildim bir ara sən düzəlmirsən. Nə olub Amma ki? görürəm ki, yox, heç saatda düzəlməyib. Nə olub ki mənə? Heç saat belə düzəlibsən. Amma belə düzəlməyibsən. Siltuş. Ha, sən Niyə mən boyda deyirsən? kişiyə Nigula deyirsən. Mən bu... Az o mənim, az deyirəm, o mənim imicimdir də. Mən hara getdim, Nigula mənim dilimdədir. Başa düşdün, mən belə danışıram. Yox, amma pis düzəlməyibsən, ha. Yəni, dəyişikliklər var. Nə olub ki mənə? Mən kapital remont eləmişəm. Sən nə danışsın, ha? Kapital remont nədir? Sən köhnə Xruşovkanı söymüsən, yerində Navastroyka deyilsən. Əvvəl də elə mən Navastroyka idim də. Sadəcə biraz balkonu böyütmüşəm. Balkonu böyütməyibsən. Balkonu kuxniyə qatıbsan. Bir dənə otaq artırıbsan. Təzə aboy çəkdirmişsən. Zirzəmini yeşətmişsən. Qatma tavan eləmişsən.
Köhnədən heç zat qalmayıb, bilirsən? Yaxşıdır, necədir, əladır, hə? Belə pis deyiləm. Hə, sən də ki, köhnə mahliyələr kimi danışırsan, ha? Sən mənə Hə, görüm... neyniyim? Belə- Maya qoymaq lazımdır da adam üstünə. Yox, Hə. sən maya nədir, əməlli başlayır. Sən deyə görüm belə Novostroykanın kommunalisi baha olur, yoxsa? Hə, vecibə də deyil. Bilirsən, Sirtuş, mən çünki trendəm, brendəm, frendəm, stendəm. Ayıma 70-80 min pul kazanıram ya da. Aya 65 toyda oluram. Yavaş ha. Bu 30 günün içinə 65 nətər? Deyim qulaq asda, deyim qulaq asda. Deməli, səhərdən axşama kimi Bakı kənd toyları necə lazımdır. Axşamdan gecəyə kimi şəhərdəki toylar. Gecədən səhərə kimi Quba Yəhudi ya da ki Şəmkir Moskva uşaqlarının toyları. Əla, Onda vəziyyət oradan da çatdırıram yaxşıdır. hamısını. Maşallah olsun. 4 tane ev almışam, pulun verməliyəm. Sağlığına qismət, sağlığına qismət. Hə, sağ olasın. Amma deyirlər güya qabaq sən 3-4 kilo kartof soğanı oxumusan. Bu söz sənin də ağzıma düşür. Əcəb eləmişəm. Yox, bir söz deyil. Hamının əvvəli olur da. Ay başıma dönüm. Kim kartof soğana getmir ki? Sən bir, sadəcə o kilo fərqi var da, Siltuş. Başa düşürsən. Sən mənə de görüm, Aygün Kazımova neçəyə gedir toya? Yarım saatı 10 minə. 10 ton kartof, 1 manatdan hesablasaq. Sonra Zamik, bax deyim sənə. 3 ton kartofa gedir. Sonra Röya 8 ton kartofa gedir. Sən məsələn bütün toyu 500 kilo soğana aparırsan. Canım sənə desin, Eyüp 4 ton hövsan soğanla. O ki qaldı Abbas'a, Abbas'daki 20 min Gəncəgöy dəstəsinə, özü də bütün dəstəylə. Dinən, datların dinən hamısın kartotekası məndə deyil. Yox, onu demirəm. Yəni olmazmı ki sən arada bir, nə bilim, səviyyəli, belə klassika mahnılar oxuyasan? Adı kimdir bu saz səviyyəyə pul verən? Kimdir səviyyəyə qulaq asan? Hə, yaxşı. Dinən mənə görüm, səviyyəli oxuyanın adını deyil. O qədər var ki. Dinən də, məsələn, İlqar Muradov. İlqar Muradov. Hansı mahnısını bilirsən, bir dənə oxu. Qurban adına. Mən də sənə qurban, oxu. Maestro ver görüm. Tezili, tələsirəm. Qurban adına bir sal yadına senin oduna ay gülüm yandım bilmedim ala gözünü şirin sözünü gönlüme hemden ay gülüm andım bilmedim. Bak oxudana belə mahnılardan. Niyə oxumursan? Mən toya gedirəm cəmaatı yatsızdırmağa. Mən gedirəm toyda cəmaatı oynatmağa. Əgər İlqar Muradov bu mahnını bax mənim stilimdə oxusa, ayda 75 toyu olar. Ver görək mahnını. Alqış. Kurban adına, bir sal yadına, senin oduna ay gülüm yandım bilmedim. Yeter güssegem, ben seni herdem, könlümü hemdem ay gülüm sandım bilmedim. Kurban adına, bir sal yadına, senin oduna ay gülüm yandım bilmedim. Yeter güssegem, ben seni herdem, könlümü hemdem ay gülüm sandım bilmedim. Tamara, 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 çalaram senin için gitara. Tamara, 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 çalaram senin için gitara.
Gördün. Alqışa bax. Alqışa bax. Alqışa bax. Mən şəxsən Kəmallərin yerində Səid Rüstəmovdan və Süleyman Rüstəmdən üzr istəyirəm. Və ruhlar qarşısında baş əyirəm. Sonra kim var sənin o Amma səviyyəli bir iş oxuyan? var, bir iş var. İlqar Muradov bu mahnını açansa belə oxusa da sənin kimi bu şeyləri eləyə bilməyəcək. Sən mənə səviyyəli müğənnimi birdən görün. Kim var sonra? O qədər var ki. Azər Dinə. Zeynalov. Kim? Azər Zeynalov. Hə, böyük hörmətim var o. Hansı mahnısı var? Şükriyə. Şükür Xudaya. Buyur oxu. Əbdel görüm buradan. Genç kim? Bir gül sən dərmişəm gənclik bağından. Bir gülü çiçeği dərmərəm sənsiz. Kam aldım ömrümün oğlan çağından. Bir bağa bahçaya girmərəm sənsiz. Şükriye talihim şükür Xudaya. Gördüğüm doğru mu yoksa bir rüya? Dolu yüreğime bu dadlı hülya. Yaşayabilmerem bir kere sensiz. Beynən gəlin Bu arada qaçdılar. təşəkkür edirəm. Beynən gəlin qaçdılar zaldan. İndi əgər Azər müəllim bu mahnını mənim stilimdə oxusa, trend nədir, bred nədir, sted nədir? Ay, toyu partladar, ver görək. Şükriye taleyim, şükür Xudaya. Gördüğüm doğru mu, yoksa bir rüya? Dolu yüreğime bu tatlı hülya. Yaşayabilmerem bir kere sensiz. Zengele zengele, bu kara kıza zengele. Dengele dengele, bu kara kızı dengele. Zengele zengele, bu kara kıza zengele. Dengele dengele, bu kara kızı dengele. Mən şəxsən Kəmallərin yerində Emin Sabitoğlu'dan və Əhməd Cavaddan üzr istəyirəm. Və ruhlar qarşısında baş əyirəm. Mənim o kişilərlə nə işim var, ay sürtüş? Mənim heç bubusu kişilərlə də işim yoxdur. Mənim heç bu kişilərlə də işim yoxdur. Mənim ümumiyyətlə kişilərlə işim yoxdur. Mən nə edeyim ki? İndi səviyyəli musiqiyə, səviyyəli oxuyana pul xərcləmirlər də. Məndədir günah. Buna xərcləyirlər pulu, bax buna. Elə bir günah məndədir. Eyb yox, qoy Azərlərin, İlqarların toyu az olsun. Qoy amma həmişə səviyyəli mahnılar oxusunlar. Yaxşı, yaxşı. Buyur, sən də təbrik elə. Adam vaxtdan səmərəli istifadə eləməlidir. Mən arzu edirəm bəyimiz, gəlinimiz mənim kimi trend, brand olsunlar. Ver mahnını. Oynamaq istəyən oynasın. Dünyanın unudarak emektar artisti olsam, lal olaram dinleyerem. Bir gün halk artisti olsam, bu dünyanın unudaram. Men şeref ordeni alsam, lal olaram dinleyerem. Men şöhret ordeni alsam, her ne geldi okuyana, eğer pulu verirlerse, demeli o pul verenler bu senette bilir nese. Əməliyyatı çoxaldacağım ve senetkar mən olacağım. Karifeyler sırasına mən də bir gün qoşulacağım.
Bu dünyanın unudaram. Gülüm senin kucağında. Salih hardasan gel de. Bunlar ve cənablar, əziz qonaqlarımız, Eltilər konsertimiz sona çatır. Respublikanın əməkdar artistləri Rəfail İskəndərov, Coşqun Rəhimov, gür alqışlarınız, sevgi dolu alqışlarınız. Mayın 23'ü yenə bu səhnədə gözləyirik sizi. Diqqətinizə görə sonsuz təşəkkürümüz. Çok sağ olun növbəti arsaklara görə. Həməşə xeyirlikdə də gözəl günlərdə. Sağ olun.